Əgər yerdə bir saat varsa, onun mütləq bir saat bazı olmalıdır. Çox məntiqlidir, elə deyilmi? Amma gəlin bir təfəkkür eksperimenti edək. Təsəvvür edin ki, bir çuxurda yağış suyu yığılıb. Su ətrafına baxır və deyir: bu çuxur tam mənə görədir. Divarları, dərinliyi, hər şey mən burada sığışım deyə xüsusi dizayn edilib. Gülməlidir, elə deyilmi? Çünki çuxur suya görə yox, su çuxura görə forma almalıdır. Bəs kainatdakı o mükəmməl nizam dediyimiz şey də eynilə bu suyun illüziyasıdırsa? Ya kainat bizə görə yox, biz kainata görə forma almışıqsa? Biz buludlara baxanda insan üzü görürük. Ulduzları birləşdirib bürclər yaradırıq. Beynimiz xaotik dünyada dəli olmamaq üçün hər yerdə bir sxem uydurur. Nizamın olması mütləq dizaynerin mütləq sübutu deyil. Bəlkə də bu sadəcə bizim orada nizam görmək istəməyimizdir.